Salam çox dəyərli gözəl insanlar. Bugün Şəki mətbəxindən bəhməzdə xamır eləyəcəyik. Dayımın qızı eləyir. Nənəmin davamçısı. Nənəmin çox gözəl əl duzu var idi, əlinin duzu var idi. Yemək bişirmək qabiliyyəti var idi. Kəndin məclislərində yemək bişirərdi. Və nənəmdən çox şükür nəvələrinə də keçib. Özüm də qatım ora. Əlimizin duzu var, Allah çox şükür. İndi bugün o bəhməzdə xamır deyilən Şəki mətbəxindən bir neməti eləməyə çalışacağıq. Birinci dəfə eləyirsən. Birinci dəfə eləyir dayımın qızı. Görək necə olacaq. Deməli, bunun içində nə var? Un, deməli, bəhməzi belə su qatıb duruldur. Şərbət, bəhməz şərbəti hazırlayır. Sonra xəmiri onunla yoğurur. Birazcık biçimlik duz, bir də biçimlik duruş. Vəssalam. Belə, xəmirimiz hazırdır. Mən də arada türklərin qısır dediyi ikrarlıq hazırlayıram. Azərbaycancası bulgur salatı deyəsə. Normalde mən bunu ağ bulgurdan eləyirdim, amma hal-hazırda əlimizdə qara bulgur var. Eləyirəm, onda qəşəng olar. Deməli, bulguru islatdım qaynar suyla. Soğanı qovururam. Pomidor, xiyarı xırda-xırda doğrayacağam. Xiyar salatdan çırpışdırıb saxlamışam. Evdə olanımız budur. Çiğ köftədən qalan second hand limonları da sıxım. Kasıbçılığın üzü qara olsun. Bakının 4-5 dənə qoy sayım yox, 5-6 dənə var. 4 buradan 7. Bu balacaları da saysaq 7. 7 dənə kökü qoyub dəstə adlandırdıqları göy soğanı da təmizləyirəm. Dəstə görmək istəyən rayonlara gəlsin, Ağdaşa gəlsin, Şəkiyə gəlsin. Bu nə da? Xəmiri kündələrə ayırırıq. Yayırıq. Xəmiri doğruyuruq. Yəni qalınlığını göstər. Göstər. Böyle bir şey. Deməli, çox dəyərli gözəl insanlar, göy soğanı doğradım. Petruşka deyə tanınan cəfəri doğradım. Soğançam daha doğrusu hazırdır. Xiyar, aşpaz tərəfim dözmədi. Xiyar aldırdım təzədən, əlavə limonum da var və duz. Qatıb qarışdırıram, olur əla. Belə, mənim qısırım hazırdır artıq. Çox gözəl vitamin deposu içində. Yoxdur. Sarımsaq qatan olur, narşarab qatan olur. Mən onları qatmıram, sadə sevirəm. Qışda yer kökü sükkəsindən keçirib qatmaq olur. Belə. Buradan cardamlı iş yoldaşlarıma, məktəb yoldaşlarıma, müəllim yoldaşlarıma salamı göndərirəm. Hazırlayıb aparmışdım, bəyənmədilər. Canınız sağ olsun. Amma çox gözəldir. Siz qaradolma yeməyə davam edin. Şərbət hazırlayırıq. Bəhməzdən içinə su tökür. Belə iri qabda hazırlayacağıq. Xamırı. Deməli, bunu normalda kənddə nənələrimiz indi eləyən xanımlarda deməli, bəhməz qaynadanda piyonda, yükə piyonda eləyirlər. Adətən axırıncı bəhməz tut qaynadanda, axırıncı tut qaynadanda eləyirlər. Gözəl olur. Yığılırsan tiyanın başına, ocağın başında yeyirsən. Qonşuya pay gedərdi, mənim xatırladığım. Gözəl günlər idi. Gözəl də xatirəsi qalıb. Maşallah. Vallahi mən tadına baxmışam. Çox dəyərli gözəl insanlar. Super möhtəşəm. Göz haqqı bahaları indi da deyirlər. Amma həqiqətən keçmişə qayıtdım. Təşəkkürlər dayımın qəşəng gözəl qızı. Allah razı olsun, var olasın. Super, yəni möhtəşəm oldu. Yumşaq olur. Dadı da qəşəngdir. Əsl şəkilsən deyirsən. Tək nonuma sonra mən çəkəcəm. Səs eləməyin orada. Səs eləməyin orada. Belə, çox dəyərli gözəl insanlar. Türkiyədən qısır, Şəkidən xamır. Göz haqqınızı halal eləyin. Amma yəni çox da çatmaz bir şey deyil deyə düşünürəm. Ona görə də biraz rahatam. Belə. Vicdan əzab çəkdim.